Müsahibin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzovdur. Milli Məclisdə hərbi sirrin, dövlət sirrinin, kəşfiyyat və əks kəşfiyyat sirlərinin yayılması, eyni zamanda ordu haqqında məlumatların, düzgün olmayan məlumatların yayılmasıyla bağlı cəzaların sərtləşdirilməsi barədə qanun layihəsi var. Bu nəyi nəzərdə tutur? Ümumiyyətlə, mən deyim ki, bizdə bu sadalanan qanunlarla bağlı qanunlarımız mövcuddur. Lakin son dövrlər baş verən hadisələr göstərdi ki, bir daha bilirsiniz ki, Azərbaycan ərazisi işğal altındadır, Azərbaycan müharibə vəziyyətindədir və belə bir vəziyyətdə olan halda da istənilən kütləvi informasiya vasitələri dəqiqləşdirilməmiş, mənbəyi olmayan və hər hansı bir rəsmi mənbəyə əsaslanmadan ordu haqqında, təhlükəsizlik haqqında, kəşfiyyat haqqında, əks kəşfiyyat haqqında, məsələn, bizim bir neçə vətəndaşlarımızı girov götürmüşdülər. Onların qonşularının verdiyi informasiya haqqında götürüb geniş məlumatlar yayırdılar və bundan da həm düşmən tərəfi, həm cəmiyyət, həm cəmiyyətin ayrı-ayrı hissələri özünə uyğun formada istifadə edir. Bununla bağlı biz hesab edirik ki, payız sesiyasında Milli Məclisin qanunvericilik təşəbbüsü vasitəsilə, yəni hər bir deputatın qanunvericilik təşəbbüsü var, bu vasitə ilə bu qanunların sərtləşməsinə və orada olan cərimələrin daha da artırılmasının təklif edək, müzakirə edək və qəbul edək. Bu onu göstərəcək ki, həm erməni təxribatının Azərbaycanda qarşısının alınması üçün, həm də ayrı-ayrı həmin qüvvələrə xidmət edən dairələrin Azərbaycan ordusu haqqında dezinformasiya yayılmasının qarşısını alacaq. Orada cəzaların sərtləşdirilməsi və küllü miqdarda cərimələrlə bağlı söhbət gedir. Yəni, cəzaların sərtləşdirilməsi nə deməkdir? Qanunlarımızın bir çoxunda, deməli, cəzaları ləğv etmişik, deməli, onun yerinə isə, deməli, cərimələri artırmışıq. Yəni, o, dünya praktikasından da bunu götürmüşdük ki, məsələn, müəyyən cinayətlər var ki, törədilib və yaxud da müəyyən təhlükəli əməllər var ki, törədilib. Bu təhlükəli əməllərin törədilməsinin əvəzinə, məsələn, cəza çəkməkdənsə cərimə ödəməsi daha məqsədə müvafiq olur. Lakin elə sahələr var ki, orada mütləq o cəza mexanizminin deməli, bərpası öz əksini tapmalıdır və müəyyənləşməlidir. Nə qədər olmalıdır? İkinci, orada müəyyən miqdarlar var. O miqdarların bir dəfə və yaxud da 2 dəfə artırılması burada nəzərdə tutulur. Təxminən nə qədər olmalıdır? Onu artıq qanunvericilikdə biz baxıb deyəcəyik, müəyyənləşdirəcəyik. Siz eyni zamanda sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində qeyri-dəqiq məlumatların yazılması ilə bağlı da çıxış edibsiniz ki, bu sosial şəbəkələrdə, elektron kütləvi informasiya vasitələrində status yazılanda insanlar öz pasportlarının, yəni şəxsiyyət vəsiqələrinin nömrələrini qeyd etməlidir. Bu necə həyata keçirilə bilər? Deməli, biri var ki, fərd haqqında nəsə yazılır, bu başqa şeydir. O fərdlə həmin saitin və yaxud da ki, götürək ki, şərhçinin özü arasında olan məsələdir. Bunu məhkəmə yolu ilə də araşdıra bilər. Əgər bunun haqqında düzgün olmayan informasiyadırsa, bu məhkəmələr var, bizim qanunlarımız var, bununla araşdırıla bilər, həll oluna bilər. Və yaxud da onu orada təhqir eləyibsə, yenə vətəndaş, fərd ora müraciət eləyər və bunu araşdıra bilər. Elə şeylər var ki, məsələn, o yazı qoyulur və yazıya başlayır şərh yazılmaq. Sən bunu aydınlaşdıra bilmirsən ki, bu yazan ermənidir, bu yazan tutalım ki, hansısa bir xarici ölkədə oturub Azərbaycanın əleyhinə iş aparan şəxsdir və s. Dünya praktikasında belə bir hal var ki, bu cür istifadə olunanda sən özü təsdiq edən sənədin nömrəsini daxil edib istənilən şərh yaza bilirsən. Yəni, hər hansı bir şərhi yazmaq üçün, yenə deyirəm, sadaladığım sahələrlə ait, yəni fərd üçün yox. Kiminsə haqqında nəsə yazmaq istəyir, və yaxud da kimsə hansı bir müğənni haqqında nəsə yazmaq istəyir, onun fərdi işidir. Dövlət sirri, kəşfiyyat, əks kəşfiyyat, ordu haqqında da olan məlumatları yazmaq üçün, ona şərh vermək üçün həmin şərhçinin şəxsiyyəti bəlli olmalıdır. Çünki onu minlərlə insan oxuyur və minlərlə insan bilmir ki, bu şərhi yazan Azərbaycan vətəndaşıdır, ermənidir və yaxud xarici vətəndaş. Siz dediyiniz qapalı informasiyalara aid. Açıq informasiyalarda belə üsullar tətbiq edilmir. Məsələn, deyək ki,
dünya əhəmiyyətli, dünyada məşhur olan, reytinq olan sosial şəbəkələrin idarə etməsinin heç bir Azərbaycanda deyil. Yəni, başqa ölkələrin qanunlarıyla nizamlanır, başqa ölkələrdədir. Bunlara necə təsir edəcək? Onlara artıq o daxildən, artıq o mütəxəssislərin içində kim ki, daxil olmadan buna hər hansı bir şərh vermək istəyirsə, avtomatik olaraq ona blok qoyulur. Yenə deyim, xaricdən əgər şərh vermək istəyirsə, daxil etməlidir. Lap John şərh verirsə, John Smith götürək. John Smith öz məlumatlarını verir və məlumatlar əsasında şərh versin. Ola bilər, tənqid eləsin, bunun fikri tamam başqa. Amma bilinsin ki, bu John Smith'dir. Həmin John Smith'in ölkəsində bu qanunlar tətbiq edilmir. Və o ölkəsinin qanunlarından işləyir. Sosial şəbəkələr isə bütün dünyada görünür. Bu digər tərəfdən də hər bir ölkənin özünün qanunları var və hər bir ölkənin öz qanunlarına hörmət etmək lazım. Siz qeyd edirsiniz ki, dezinformasiyanın ilkin mənbəyi müəyyən ediləcəkdir. Tutaq ki, dezinformasiyanın ilkin mənbəyi Azərbaycanda deyil, dünyanın hansısa bir ölkəsindədir. Söhbət biz dünyanın problemlərini burada həll eləmirik ki və yaxud da bizim qanunvericilik təşəbbüsü dünyaya şamil olunmur. Biz ölkə daxilində olan məsələlərlə bağlı mənbələrin dəqiqləşdirilməsinə və ilkin mənbənin ortaya çıxarılması məsələsinə münasibət bildirir. Söhbət ondan getmir ki, bu Azərbaycandadır mənbə. Dezinformasiyanın mənbəyi Azərbaycanın sərhədlərinin kənardadır və sosial şəbəkələr dünyada görünür. Eyni zamanda Azərbaycanda da görülür. Bunu necə müəyyən edəcəklər? Onun beynəlxalq müqavilələr var. Bir çox ölkələrdə bu mövcuddur. Və elə biz həmin hadisələrin tarixini yaşayırıq. Sentyabr hadisələri dövründə də bildiniz ki, hadisə baş verən kimin bütün informasiya və sosial şəbəkələrdə dünyada informasiyalar dayandırıldı. Tamam, belə deyək də, Pentaqonun təqdim etdiyi informasiya əsasında dünyanın aparıcı mətbuat orqanları məlumat verdi. Yəni, kimin nə istədiyi haqda yox, Pentaqonun hansı istəyi haqqında vardısa, hansı istiqamətə yönəltməlidirsə, o istiqamətə də yönəltdi öz informasiyonu. O insan üçün problem olacaq ki, o indiyə qədər bu təxribatla məşğul olubdur və bundan sonra da planlaşdırır ki, ayrı-ayrı dairələrin təsiri altında deməli, həmin mənbələrin və təxribatçı mənbələrin mətbuata informasiyasını ötürsün. Hansı qanunlara dəyişiklik ediləcək? Sadaladığım qanunlar ki, hansı ki bizdə vardı, kəşfiyyat, kəşfiyyat haqqında, silahlı qüvvələr haqqında və s. və həmçinin də mətbuat haqqındakı mətbuat, çünki orada da mətbuatın, yəni bundan necə istifadəsi forması mətbuat haqqında qanundur öz əksində.